52 nömrəli test nümunəsi. Choose the nouns. İsimləri seçin. Burada abituriyentlər ismin quruluşca növü, yəni düzəldilməsi qaydaları ilə bağlı məlumata sahib olmalıdır. Birinci, historic. Burada ilk şəkilçisi sifət düzəldən şəkilçidir. Historic tarixi deməkdir, isim deyildir. Difficulty, T şəkilçisi isim düzəldən şəkilçidir və difficulty çətinlik deməkdir. İkinci bəndimiz doğrudur. Strength, TH şəkilçisi isim düzəldən şəkilçidir və strong sifətindən strength ismini əmələ gətirmişdir. Güc deməkdir. Üçüncü cavabımız da doğrudur. Border, sərhəd deməkdir. Bu da isimdir, doğrudur. Friendly, ly şəkilçisi sifət və zərf düzəldən şəkilçidir. Ona görə friendly sözü isim deyildir. Bu yanlışdır. Prefer, üstün tutmaq deməkdir. Onu ism etmək üçün sonuna ens şəkilçisini artırmaq gərəkir. Preference. Bu da feildir, doğru deyildir. Owner, şəkilçisi, ia şəkilçisi isim düzəldən şəkilçidir. Own sifətindən şəxsi, özəl, həm də own feil deməkdir. Sahib olmaq, yiyəsi olmaq deməkdir. İsim əmələ gətirmişdir. Owner, sahib. Ona görə 7-ci cavabımız da doğrudur. Beləliklə 2, 3, 4 və 7-ci bənddə verilən sözlər isimdir. Bu da doğru cavab C variantıdır.